Hansı şikayətlərlə, nə narahatçılığınız var? Məndə yuxusuzluq idi, əl əsmə, halsız olurdum. Arıqlama, ürək döyüntü. Arıqlama, ürək döyüntüsü, onlar Hamısı narahat edir. Hamısı məni narahat edirdi. Özümü çox pis hiss edirdim. Aha. Sizi müayinə etdik və sizə diaqnoz qoyduq. Bəli, Sizdə zəhərli zob çıxdı. Və biz müalicəyə başladıq. Müalicəmiz neçə müddət getdi? 6 ay. 6 ay təxmini müalicəmiz getdi. Müalicə nəticəsində nə baş verdi? Müalicə olunandan sonra həkim, mən özümü çox yaxşı hiss edirdim. Yəni siz tam rahatlaşdınız, normal həyata qayıda Normal bildiniz. həyata qayıtdım, rahat yatdım, rahat durdum. Yəni ki, özüm öz işimlə rahat məşğul ola bilirdim. Aha. Və bizim müalicəmiz dayandı, artıq siz sağaldınız və müalicə bitəndən sonra 6 ay müddət keçdi və indi profilaktik müayinəyə gəlmisiniz. Bəli, bəli. Sizlərimiz necə? Düzdür? Bəli, bəli. Özünüzü hal-hazırda normal hiss edirsiniz, normal həyat sürə bilirsiniz. Bəli, bəli, normal hiss edirəm. Allah sizə özünüzü necə? Çox Allah sağ olun. sizin köməyiniz olsun həkim. Mən sizə çox razıyam. Və biz sizi indi müayinə etdik, baxdıq nəticələrimizə və 6 ay müalicə almadan sizin bugünkü günə də zəhərli zobunuz yoxdur. Hər şey qaydasındadır. Mənim sahəmdə sizin analizləriniz normaldır. Yəni bugünkü günə sizin zəhərli zobunuz qayıtmayıb, normal həyatınızı davam edin. 6 aydan bir, 12 aydan bir profilaktik müayinəyə gəlirsiniz, yoxlayırıq və həyatınızı davam edirsiniz. Sağ olun həkim. Allah Çox sizə sağ ömür olun. versin. Var olun. Allah canınızı sağ olsun. Çox sağ olun.